Çox saylı suallarınız bundan ibarətdir. Fərqanə xanım, biz ev halında necə özümüzdə olan cadunun, tilsimin ağırlığın nəzəri təmizləyə bilək? Buyurun, ekrana yaxınlaşın, mən sizlərə bir üsul öyrədəcəm. Deməli, əzizlərim, nar çubuğunu yarpaqlı halda götürürsünüz, evinizdə bir tərəfdən asırsınız, saxlayırsınız və bu yarpaqlardan biraz qurudursunuz, narın yarpaqlarından 7 gün ərzində hər gün evdə axşam çağı şər vaxtı olanda yandırırsınız və deyirsiniz, üzərimizdə və evdə olan şər qüvvələrin bizdən uzaq olmaq üçün atil-batil edirəm üzərimizdə olan negativləri və evdə tüstüsünü yandırırsınız, bunu tüstüsü evə yayılır. Və məhləsi olan insanlar məhləsində də bastıra bilərlər nar ağacını, nar ağacı bərəkət gətirir, bol-bol bərəkət gətirir. Və bilin ki, nar ağacı çubuğu ilə yarpağı sizin üzərinizdə olan negativlər çox gözəl halda təmizləyə bilir. Həqiqətən belədir. Əzizlərim, bununla qüsul da bir qaba yəni yarpağını qaynadıb qüsul da ala bilərsiniz. Mütləq edin. Bunu özünüz bəhrəsini görəsiniz. Özünüz bilirsiniz ki, mən sizlərə o qədər gözəl, möcüzəli və sınalmış bir şeyləri paylaşıram ki, və yorumlarda yazın. Aldım, qəbul etdim. Allah'a emanet olun. Hər birinizdə gözəl günlər nəsib olsun inşallah. Allah'tan istəyirəm. Salamat qalın.